Bugün sizinle çok sevdiğim, bizim evde tez-tez hazırlanan qaynanamın xüsusi tort reseptini bölüşürəm. Bu resept biraz ballı tortun xatırlatsa da, qaynanam öz ideyaları ilə onu tam başqa bir dad səviyyəsinə çıxarır. Bu tortun ən gözəl tərəfi də odur ki, əl altında olan məhsullarla hazırlanır. Yəni xüsusi nəsə axtarmağa ehtiyac yoxdur. İndi keçək lazım olan ərzaqlara. Bizə gözə yarı 4-5 stakan un lazım olacaq. Un bəzən az da gedə bilər, çox da gedə bilər. Əsas odur ki, xəmir nə çox bərk olsun, nə də çox yumuşaq. Bundan əlavə vanil, qabartma tozu, 1 çay qaşığı soda, 250 qram əridilmiş kərə yağı və 3 ədəd yumurta istifadə edirik. Əlimizin altında süd olmadığına görə biz süd əvəzi skuşonkadan süd hazırladıq. Bal da yox idi deyə bu dəfə balın yerinə feyxon mürəbbəsinin məti əlavə etdik. Açığı deyim, dadı çox gözəl alındı. Xəmir hazır olduqdan sonra tavaya azca yağ vururuq və xəmiri əlimizlə nazik şəkildə yayırıq. Qazın üzərində asta odda səbirlə hər iki tərəfini bişiririk. Bu mərhələ biraz vaxt aparır, amma nəticəsi buna dəyər. İndi isə tortun canı olan kremə keçək. İçi üçün zavarlı krem hazırladıq. Süd əvəzinə yenə skuşonkadan istifadə etdik. Asta odda daim qarışdırırıq, qatlaşana qədər bişiririk. Bu hissədə səbir çox vacibdir. Sonda yağ əlavə etməyi də unutmayın. Krem daha parlaq və dadlı olur. Korjiklərimiz pişdikdən sonra tortu yığmağa başlayırıq. Korjikləri üst-üstə qoyub, aralarına bol-bol zabarlı krem çəkirik. Üzərinə isə dilimlənmiş banan əlavə edirik. Həm də bu elə bir tortdur ki, ağızda əriyir, yüngüldür və yeyəndə adamı yormur. Banan bu torta elə gözəl dad qatır ki, inanın, banansız təsəvvür etmək olmur. Mütləq bu şəkildə sınayın. Tortu yığdıqdan sonra kənarlarını kəsirik ki, daha səliqəli və gözə oxşayan görünsün. Kəsilən kənarları əlimizlə ovub, videoda gördüyünüz kimi tortun kənarlarına yapışdırırıq. Bu üsul tortu həm gözəl göstərir, həm də israfın qarşısını alır. Üzəri üçün əlavə olaraq kakaolu glazur hazırladıq və tortun üzərinə tökdük. Glazur torta həm gözəllik verir, həm də dadını daha da zənginləşdirir. Nəticədə ortaya qaynana sayağı yalancı ballı tort çıxdı. İçi yumuşaq, qat-qat kremli, ağızda əriyən və həqiqətən də çox ləzzətli bir tort oldu. Çay qonaqlığına, ad gününə, hər süfrəyə yaraşan bir reseptdir. Videonu bəyəndinizsə like atmağı, kanala abunə olmağı, fikirlərinizi isə şərhlərdə yazmağı unutmayın. Daha çox belə qaynana dadında evdən gələn ləzzətlər üçün bizi izləmədə qalın.